Salam, hər vaxtınız xeyirli olsun değerli izleyiciler. Biz bugün 5-ci sinif mövzusu olan otacağı düzbucaqlı, üçbucaq olan düz prizmanın həcmi mövzusuna baxacağıq. Burada biz əvvəlki dərsimizdə də demişdik ki, fəza fiqurlarında biz həcm taparkən oturacağındakı fiqurun sahəsini hündürlüyünə vurmalıyıq. Biz də buradan bilirik ki, oturacağı, yəni mövzunun özündə də dərsin izahında, yəni ad hissəsində də var ki, oturacağı nədir bunun? Düzbucaqlı, üçbucaq olan oturacağı, düzbucaqlı, üçbucaq olan prizma. Onda biz burada biz nə etməliyik uşaqlar? Bu oturacaqdakı fiqurun sahəsi nə olacaq? Bu düzbucaqlı, üçbucaq olduğuna görə biz artıq düzbucaqlı, üçbucağın sahəsini bilirdik də. S bərabərdir. Katetlərin hasilinin nə olmalıdır? Yarısı olmalıdır. Katetlərin hasilinin yarısı. Və bir də vurulsun hündürlük. Təbii ki, hündürlük də bu kənarda yazılan bu hissə idi uşaqlar. Və burada, yəni bir sözlə bu ortacadakı fiqurun sahəsi nədirsə, biz onu hesablayıb onu da vurmalıyıq hündürlüyə bu kənarda olan xəttdə. Yəni bu şəkildə etməmiz lazım. İndi gəlin misallara baxalım. Misal nömrə 5-də otacağı düzbucaq olan düz prizmanın həcmi. İndi baxdığımız zaman bizə katetlər verilibdir. Biz əsas burada katetləri tapmalıyıq və biz bunu necə tapırdıq? Biz demişdik ki, bu düz bucağı yaradan xəttlər hansıları idi? Nələr idi? Katetlər. Deməli bizim katetlər nə oldu? Katetlərimiz 5-ci sualda 4 və 3-dür. Bəs hündürlüyümüz 7'dir. Onda biz yazacaq V bərabərdir. Oturacağının sayısı, yəni 2'də 4 vur 3. Bir də vurulsun 7 olacaq. Bunu bu şəkildə. Yəni 2 vur 3 vur 7. Bu da cavabımız eləyəcək 42 şəklini alacaq. Sonra gəldik B variantına. Yenə də baxın, eyni xassələrdən istifadə edəcəyik. Katetlərimiz bu 90 dərəcəni yaradan xətlərdir. Yəni 2'də 5 vur 6 vurulsun 10 olacaq. Bununla bura 3. 5 vur 3 vur 10 və bunların da hasili cavabımız 150 edəcək. C variantında da V bərabərdir. Evet, 9 vurulsun 12 bölünsün 2 vurulsun 10 olacaq. Bununla bunu bura 6. Bura 10 yazmalıydıq. Bərabərdir. Buradan da 9 vur 6 vur 10. Bu da cevabımız eləyəcək 540 şəklində. Gəldik 6-cı suala. Burada Lalə və Samir şəkildəki düz prizmanın həcmini tapmaq istəyir. Kimin fikri doğrudur deyir. Prizmanın hündürlüyü 8 santimdir. Otacağı isə tərəfləri 6 olan düzbucaqlıdır. Baxın, burada Lalə səhv deyir. Niyə? Çünki bu 90 dərəcəni yaradan xətlərimiz 8 və 6 olmalıdır. Ona görə bu cavab səhv alınacaq. Gəlin baxaq görək. Samir necə deyir? Bəs prizmanın hündürlüyü 10'dur. Katetləri 6 və 8'dir. Ay sağ ol, bəli. Samir doğru söyləyir. Yəni Samir'in dediği fikir doğrudur. Keçdik indi 7-ci suala. 7-ci sualda da biz yenə də katetlərimiz 5 və 8'dir. Hündürlüyümüz isə 7'dir. A variantında biz yazmalıyıq. V bərabərdir. 5 vur 8 bölü 2 vurulsun 7'yə. Bununla bu bura 4. 5 vur 4 vur 7 olacaq. Bunun da cavabımız 140 şəklini alacaq. B variantında isə V bərabərdir. 4 vur 2 bölü 2 vurulsun 5 olacaq. Bununla bu gedəcək. Yəni burada 4 vurulsun 5 bərabər 20 şəklini alacaq. Burada təbii ki, bura 3'dürsə, burada 3 olmalıdır. Həmçinin burada 4. Katetlərimiz 3 və 4 olur C variantında. 3 vur 4 bölü 2 vurulsun 6'ya. Bununla bura 2. 3 vur 2 vur 6'ya. Cevabımız eləyəcək 36 şəklini alacaq. D variantında da V bərabərdir. 2 vurulsun 1,5 bölünsün 2 vurulsun 8 olacaq. Bununla bu gedəcək. Buradan da 1,5 vurulsun 8. Bu da elədi cavabımız 12 şəklini alacaq. Gəldik 8-ci suala. Deyir ki,
hündürlüyü yazırıq. H bərabərdir 6. Otacağının sahəsi S oturacaq. S oturacaq 16 olarsa düz prizmanın həcmini tap. Təbii ki bizim düsturumuz V bərabərdir. S oturacaq vurulsun H olacaq. Yəni 16 vurulsun 6'ya. Bu da bizim cavabımız elədir 96. Aha. Bizə deyir ki B variantında isə deyir ki düz prizmanın oturacağı katetləri 5 və 14 olan düzbucağı üçbucaqdır. Bu prizmanın hündürlüyü 3 olarsa həcmini tap. Təbii ki V bərabərdir 5 vur 14 bölü 2 vurulsun 3 olacaq. Bununla bunu ixtisar etdiyimiz zaman bura 7 qalacaq. Yəni 5 vurulsun 5 vur 7 vur 3 olacaq. Burada da 21'də 5'ə vursa 105 şəklini alacaq. Bugünkü mövzumuz bu qədər. Ümid edirəm ki video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.